Demək, beton istipoldur, istiliyi itir. İndi deyərsiniz ki, necə bildiniz? Bax, görürsünüz, aparatla yoxlayırıq. Fikir verin, bax, 20.4 betonun istiliyidir. İndi biz bunları müqayisə etmək üçün nə etməliyik? Yerdə olan evin fasad divarı. Yəni, bu istidən kənardır. Bu neçə qalır? Bax, fikir verin, 16. Nə qədər elədik? 4 dərəcə fərq elədik. Təzədən bir də ölçürəm. Baxın, biraz o yana bir yana ola bilər, 19. İndi təzədən bir də yeni ölçürəm. Görürsünüzmü? 15 dərəcə. İndi isə zabor, yəni arakəsmə divar ki var, zabor, qonşu zabor 14 dərəcə. Fikir versinizmi? Gör, 4-5 dərəcə bu betondan aşağı betonda fərq var. O beton istiliyi niyə buraxır? Səbəb budur ki, görürsünüzmü? Bu cür fayqadan istifadə olunur. Yəni bizim santexniklərdə təsdiq edir ki, bu kimi fayqalar isti soyuğu o qədər də saxlamır. Yəni 30%-dən yuxarı keçmir isti soyuq əmsalı. Onun altına belə bir şeylər işləməlidir. Görürsünüz? Ya bunlardan, ya digər məhsullardan. Yəni bunlar itkisi var, amma o qədər də deyil, 10 qədər deyil. Bunun itkisi 10%-dirsə, onların itkisi 70%-dir. Və beləcə alternativ yol olaraq tərəfimizdən döşəmənin altından, yəni betonun altından poliuretan izolyasiya birbaşa betona püskürdülərək məsələni həll etdik. Xeyirli olsun sahibinə. İzolyasiya məhsullarının təyinatı üzrə izahlı satış yeri Abşeron Ticarət Mərkəzi, sıra 1, korpus 2, mağaza 15, 114 İzolyasiya qrupu.